İzləyicilər, hər vaxtınız xeyir. Bu günlər Xırdalanda sizə 2 mərtəbə 4 otaqdan ibarət ev çəkib təqdim edirəm. Evimizin həyətidir. Qabaqdan üst görünüşüdür. Yaşayışlı bir evdir. Tam mülkiyyət çıxarışlı bir evdir. Kombisi, mətbəx, mebeli, əşyaları nə var? Hamısı evin içərisində qalır. Kürsülüdür. 2-ci Milyonerlər məhəlləsində yerləşir. Kompleks yine evlər görürsünüz ona yaxın. Quru bir ərazidə yerləşir. İndi isə daxil olur evin içərisinə. Evin içərisində belə bir koridor hissəsidir. Orada bir mətbəxdir. Mətbəxin pəncərəsi birbaşa küçəyə baxır. Burada isə qonaq otağıdır. Qonaq otağında kondisioner, televizor, bütün nə əşyalar görülür, hamısı evin içərisində qalır. Yalnız pal-paltarını götürüb çıxır. Tam təmirli evdir. Burası ise sanucildir. Burada kladovka, balon banka yığmaq üçün yerdir. İnsə qalxır 2-ci mərtəbəyə. Aşağıda bir zal, qonaq otağı, mətbəx, sanucildir. 2-ci mərtəbədə 3 otaq, sanucil. Burada böyle bir otaqdır, normal otaqdır, geniş otaqdır. Pəncərəsi birbaşa evin həyətinə, qabaq hissəsinə baxır. 3-cü yataq otağıdır, geniş. Burada balkona çıxış var. Balkonu da evin qabaq hissəsidir. Bütün əşyalar təzədir demək olar. 1-ci mərtəbədə və 2-ci mərtəbədə də kondisioner var. Bu da 4-cü yataq otağıdır və pəncərəsi birbaşa küçəyə baxır. 2-ci mərtəbədə olan sanucildir bu da. Evin qiyməti 117.000 manata deyilir. Tam əşyalar, girsinə yaşa. Bütün nə görürsünüz, bütün əşyalar hamısı qalır. Bütün əşyalar da təzə əşyalardır. Sağ olun, Allah'a emanet.